Avatar 07 kosmik bir aparat. Həm xarici görkəm, həm də salon baxımından sizi gələcəyə apara biləcək bir avtomobil. Qarşıdan o Avatar 11, arxadan isə Avatar 12-yə bənzəyir. Yəni bir hibriddir, zarafat bir yana. Doğrudan da bu model daha elektrik deyil, hibriddir. Bir benzin, bir elektrik mühərriki toplam 492 at gücü hasil edir. Bateriyanın tutumu 39 kWh, yanacaq çəni 45 litr. Hamısı dolu olarsa bir nəfəsə 1050 km məsafə qət edirsiniz. Təkcə elektrik hesabına 220 km. Mən kaputu niyə açdım ki? Bax, belə nazik led işıqlar son zamanlar dəbdədir. Burada öz yerini tutub, arxada da eyni tendensiya müşahidə olunur və əlbəttə ki, disklərə fikir vermək lazımdır. 21 düymlü çox yaraşıqlı diskləri var, amma əslində bu avtomobilin əsl möcüzələri onun salonundadır. Doğrudan da kosmik gəmidir. Əvvəla bu elektron sükanın formasını demək istəyirəm. Əlbəttə təkərli idarə etmək o qədər də asan olmayacaq, amma mən sizə deyim ki, bax, bu hisslər bənzərsizdir. Sıfır gravitasiya funksiyası təkcə qabaq sərnişinə yox, mənə də şamil edilib. Doğrudan da gəlib kimisə gözləyirəmsə, mən niyə istirahət etməyim ki, təkcə bir düyməni basmaqla mən uçdum. Bir bu materiallara fikir verin. Salon, nappa dərisi və mirvari kimi düzülmüş tikişlər, eyni zamanda alkantara, tavan, bütün bunlar avtomobili olduğundan bahalı göstərir. Mərkəzdə dərinliyi tənzimlənən stəkan altılar, maraqlı burada bax belə yeşik var və əlbəttə ki, naqilsiz şarj üçün, 2 smartfon üçün burada yer, keçək texnologiyalara, gördüyünüz bu monitor. Ümumiyyətlə, burada bütün texnologiyalar Huawei-dəndir, bildiyiniz kimi onlar partnyordular və 4K monitor burada həm təhlükəsizlik, həm də multimedia sistemlərini idarə etmək üçündür. Kameralar mükəmməl görüntü təmin edir, baxın bu görüntülərə. Zolağı saxlama, yol nişanlarını tanıma, adaptiv cruise control və əlbəttə ki, sürücünün davranışını izləyən burada sistemlər var. Biri bax burada gizlənib, baxır ki, əgər mən avtopilotla idarə edirəmsə, əlim sükanın üstündə olsun mütləq, bir də ki, yuxu tutmasın, diqqətim yayınmasın. Ənənəvi olaraq yoxlamaq istəyirəm ki, mən özüm öz arxamda əyləşərkən dizlərim üçün yer olacaq. Wow, burada 2 yumruq yer var. Və arxa oturacaq bizə nə təklif edir? Əvvəla dizayn çox qeyri-adidir. Səs gücləndiricilər, yeri gəlmişkən 25 səs gücləndirici var bütün avtomobildə. Musiqi əsl konsert salonu kimi səslənir. Hava verən, bax bu gördüyünüz nöqtələr çox maraqlı dizayna malikdir. Elə onu oynatmaq istəyirsən yerində. Aha, burada bir planşet də var. Mən qopartmaq istəmirəm də hazırda bu cığaranı, qoy avtomobil sahibi özü şaqqa-şaqla qopartsın. Amma aydındır ki, burada da oturacaqların qızdırılması, ventilyasiyası və tənzimlənməsi bax bu planşet vasitəsilə həyata keçirilir. Şarj yerini açmaq üçün aşağı sol kücdən əl vurursunuz. Modelin indeksinin 0.7 olması ondan xəbər verir ki, Çinlilər 7 rəqəminin uğuruna inanırlar. Məncə buna şübhə yoxdur. Bax, belə kosmik avtomobil mütləq rəsmi distributordan alın. 8 il və ya 160 min kilometr zəmanəti var.